Salam dəyərli izləyicilər, mən Xədicə, siz Akademistlər podkastı izləyirsiniz. Biz bu gün dil öyrənərkən tələbələrin qarşılaşdığı ən çox yayılmış problemlər üzərində danışacağıq. Eyni zamanda bu problemlərin həlli üzərinə bir sıra tövsiyələr verəcəyik. Dil öyrənərkən qrammatikanın vacibliyi, yeni sözlərin tələffüzü, ev tapşırıqlarının əhəmiyyəti və bu kimi bir sıra mövzulara toxunacağıq. Əgər siz də yeni bir dil öyrənməyə başlamısınızsa, fərqi yoxdur, bu ingilis dili olmaya da bilər. Ümumiyyətlə bu prosesdə çətinlik çəkirsinizsə, bu bölüm elə sizin üçün nəzərdə tutulub. Mənim bu gün bütün bu sadaladığım mövzuları danışmaq üçün çox yaxşı bir qonağım var. Nurayniyə xanım, xoş gəlmisiniz. Xoş gördük. Nurayniyə xanım Akademistlər Təhsil Mərkəzinin dəyərli üzvlərindən biridir. Eyni zamanda bir çox əməkdaşımız kimi vaxtilə Akademistlər Tədris Mərkəzinin tələbələrindən biri olub. Sonra isə bizim dəyərli üzvlərimizdən birinə çevrilib. Mən istəyirəm Nurayniyə xanım özü və təcrübəsi haqqında çox qısa məlumat versin. Təşəkkür edirəm Xədicə xanım. Adım Nurayniədir və Azərbaycan Dillər Universitetini bitirmişəm. Öz ixtisasım isə ingilis dili müəllimliyidir. Daha sonradan isə akademistlərdə tələbə kimi iştirak etmişəm və daha sonra isə işə başlamışam. Artıq 2 il müddətində akademistlərdə işləyirəm və əsasən dərs keçdiyim mövzular ümumi ingilis dili üzrə və IELTS üzrədir. Bir müəllim kimi ən çox qarşılaşdığınız problemlər tələbələrin mən düşünürəm ki, şikayət üzərinə, ev tapşırıqları ilə əlaqəli şikayət üzərinə olur ki, çox şikayətlənirlər ki, siz çox tapşırıq verirsiniz, bu tapşırıqlar nəyə lazımdır? Düşünürlər ki, bu tapşırıqların hər biri elə də əhəmiyyətli deyil. Mən istəyirəm elə mövzumuza buradan başlayaq. Sizcə müəllimlərin verdiyi tapşırıqlar tələbələrin düşündüyü kimi əhəmiyyətsizdirmi? Yəni müəllimlər nəyə əsasən tapşırıq verir? Bu tapşırıqlar nəyə əsasən müəyyən edilir və bu tapşırıqların hər biri tələbələr tərəfindən nə dərəcədə əhəmiyyətli sayılmalıdır? Bəli, ən çox qarşılaşdığımız problemlərdən biri də məhz budur və tələbələr adətən deyirlər ki, biz işləyirik və yaxud da ki, təhsil alırıq. Bu zaman bizim kifayət qədər vaxtımız olmur ki, biz ev tapşırıqlarına vaxt ayıraq və hətta tələb edirlər ki, dərsdə ev tapşırıqlarını bitirib getsinlər və evdə heç bir tapşırıqla üzləşməsinlər. Amma bu çox yanlış bir fikirdir və mən bunun haqqında danışmaq istəyərəm. Əvvəla onlar dərsdə bəli, müxtəlif bölmələr üzrə praktiklər edirlər. Listening, reading, writing, speaking, həmçindəki lüğətin daha doğrusu praktikası gedir və həmçindəki biz danışıq dərsləri təyin edirik. Ancaq bu dərsdə kifayətlənməməlidir. Çünki onlar evə getdikləri halda bu dilə məruz qalmalıdırlar. Ümumiyyətcə bir dili öyrənməyin ən yaxşı yolu həmin dili öz həyatımıza daxil etməkdir. Məsələn, evə getdik və evdə hər hansısa bir söhbət açılır ailə üzvlərimizlə və həmin ailə üzvlərimizlə danışdığımız müddətdə biz həmçindəki ingilis dilində fikirlərimizi bölüşməliyik onlarla, həmçindəki gündəlik həyatda hər hansısa bir cümlə qururuqsa, həmin cümləni həmçində ingilis dilinə tərcümə eləməliyik. Bununla yanaşı müxtəlif kinolara baxılmalıdır və müxtəlif kitablar oxunmalıdır. Bəzən tələbələr deyirlər ki, mənim danışığım zəifdir amma mən daha yaxşı başa düşürəm və oxuduğumu daha yaxşı anlayıram və bu məndə nəyə görə bir problem əmələ gətirir? Bu ondan irəli gəlir ki, onlar bəli, kifayət qədər praktika eləmirlər. Hətta yəqin ki, bunu çox insandan eşitmişik ki, onlar deyirlər ki, mən başa düşürəm, amma danışa bilmirəm. Bunun bəli, səbəblərindən biri də praktikanın az olmasıdır. Ümumiyyətcə, dil elə bir şeydir ki, əvvəlcədən öyrəndiyimiz şeyi görərkən onu daha tez başa düşürük ki, mən nə vaxtsa bunu öyrənmişəm. Amma praktikaya gələndə isə, yəni ki, danışığa və yaxud da ki, yazıya, bu onlar üçün artıq belə bir problem əmələ gətirir. Çünki onların özlərindən bir fikir gəlmir və yaxud da ki, heç bir fikir yazmırlarsa əgər, bu zaman bəli, onların dil öyrənməsi çətinləşir. Bunu demək istəyirəm ki, son olaraq onlar ev tapşırıqlarını mütləq şəkildə yerinə yetirməlidirlər ki, həmin dili öz həyatlarına daxil eləyib və elə özlərini inkişaf etdirə bilsinlər. Biz sizin burada sadaladığınız mövzuların hər birinə çox geniş şəkildə toxunacağıq. Ondan əvvəl istəyirəm ki, siz dediniz ki, həyatlarına inteqrasiya etməlidirlər bu dili. Bəs edə bilmirlərsə, tutaq ki, valideynləri buna açıq deyilsə, o kommunikasiyaya girə bilmirlərsə və yaxud da biraz sosial bir insan deyillərsə, qapanıq bir insandırlarsa, sosiallaşa bilmirlərsə və s. kimi mövzular olur burada. Bu zaman özləri öz üzərlərində necə işləyə bilərlər ki, hansı ki digər insanlarla qıraq müdaxilələr olmadan onlar da kifayət qədər özlərini inkişaf etdirə bilsinlər.
Əslində demək istəyərdim ki, mən elə həmin insanlardan biri idim. Bu dili öyrənərkən yanımda heç kim yox idi. Yəni universitetdə düzü ingilis dili üzrə təhsil alsam belə, o qədər də qrup yoldaşlarımla çox da praktis etməmişdim və bu dili deyərdim ki, mən özüm inkişaf etdirmişəm. Bunu necə edirdim? Hər hansısa bir filmə baxdıqdan sonra həmin film haqqında öz düşüncələrimi çox sadə cümlələrlə ifadə eləyirdim. Və yaxud da ki, hər hansısa bir kitab oxuyarkən, hər hansısa bir qısa mətn oxuyarkən daha sonra onu öz dilimlə danışmağa çalışırdım. Yəni belə deyim ki, bu dili yalnızca özüm öyrənmişəm və bəzən olurdu ki, motivasiyadan düşürdüm və hesab eləyirdim ki, alınmayacaq, öyrənə bilməyəcəm, daha yaxşı ola bilməyəcəm. Amma vaxt keçdikcə artıq gördüm ki, müəyyən qədər irəliləyişlər olduqdan sonra bu tələbədə həqiqətən də motivasiyanı artırır. Və həmçindəki mövzular seçərkən özümə uyğun, maraqlarıma uyğun seçirdim. Hansı sahə üzrə marağım varsa, həmin sahə üzrə də sözləri öyrənirdim. Daha sonra onları praktik eləyirdim, cümlələr qururdum. Və beləliklə, yəni vaxt keçdi artıq hiss elədim ki, mən ingilis dilini bilirəm. Bəs ən çox sizcə hansı metoddan istifadə edilməlidir? Çünki bəzi insanlar var ki, ümumiyyətlə yazı yazmırlar, sadəcə kommunikasiyada olurlar, düşünürlər ki, bu kifayətdir və yaxud da bəziləri var ki, dediyimiz kimi qapalı bir insandır, çox sosiallaşa bilmir, sadəcə yazılar yazır, mətnlər yazır, bu şəkildə özünü inkişaf etdirməyə çalışır və yaxud da sadəcə dinləyir. Bu musiqi ola bilər, film, serial ola bilər. Sizcə ən yaxşı metod hansıdır ki, bu daha çox yaxşı təsir edir? Aha. Bu əslində insanın özündən asılı olan bir şeydir. Çünki hər birimizin müəyyən qədər öyrənmə metodumuz var. Bəzi insanlar deyirlər ki, mən eşitdiyimi heç zaman unutmuram və yaxud da ki, imtahanlara hazırlaşarkən yazı yazaraq həmin mövzuları öyrənməyə çalışırlar. Bu yəni qeyd etdiyim kimi insanın özündən asılıdır. Sadəcə olaraq mənə qalsa, əgər insan ekstrovert insan tipinə aiddirsə, yəni ki, insanlarla ünsiyyət qurmağı sevirsə, deyərdim ki, danışıq üzrə daha çox dillərini inkişaf etdirsələr yaxşıdır. Yox, əgər söhbət introvert insanlardan gedirsə, bu zaman onlar öz biliklərini yazı yazaraq inkişaf etdirə bilərlər. Yəni artıq bu subyektivdir. Ən çox istifadə edilən metodlardan biri də filmlər izləməkdir. Filmlər izləyərək ingilis dilini inkişaf etdirməyə çalışmaqdır. Sizcə bu nə dərəcədə əhəmiyyətlidir? Nə dərəcədə effektivdir və yaxud da filmləri izləyərkən necə izləmək lazımdır? Altlı yazı ilə mi, sadəcə altlı yazı olmadan sadəcə ingilis dilində mi izləmək lazımdır? Bu tələbənin dil səviyyəsindən asılıdır. Əgər tələbə ingilis dilini yeni-yeni öyrənirsə və yaxud da ki, intermediate leveldadırsa, mən deyərdim ki, onlar öz levellarına uyğun videolara baxsınlar və daha sonra onu subtitlelara təbii ki, baxsınlar və bilmədikləri sözləri araşdırıb öyrənsinlər. Ümumiyyətcə lüğəti öyrənərkən ən vacib məsələ sözləri kontekstə uyğun xatırlamaqdır. Məsələn, bəzi tələbələr deyirlər ki, bizə list verin, sözün qarşısında həmin sözün tərcüməsi olsun. Amma bir o qədər də effektiv deyil bu, çünki bir gün öyrənəndən sonra hiss eləyəcəklər ki, 2 və 3 gün sonra onu xatırlamırlar. Bunu ən yaxşı halda kontekstə uyğun xatırlamaqdır. Və videolar, filmlər məhz elə bunun üçün əla seçimdir. Çünki onlar film izlədikcə həmin sözü görürlər və həmin sözün mənasını araşdırdıqdan sonra həmişə onu kontekstə uyğun xatırlamağa başlayırlar. Və deyərdim ki, intermediate leveldan əgər tələbə dil səviyyəsi yuxarıdırsa, bu zaman onlar filmləri subtitle ilə izləyib, daha sonra yenidən bilməkləri sözləri araşdırsınlar. Artıq level artdıqca onlar özləri də hiss eləyəcəklər ki, filmə baxdıqları zaman subtitle o qədər də onlar üçün əhəmiyyətli olmayacaq. Çünki daha yaxşı başa düşəcəklər. Bəli, ola bilər bəzi mürəkkəb sözlər olsun, hansı ki onlar tanış deyillər, amma yenə də artıq o inkişafı hiss eləyəcəklər. Həmçindəki filmlərə baxmaq gündəlik ingilis dilinin inkişafında çox böyük təsiri var. Bildiyimiz kimi, gündəlik ingilis dilində native speakerlar daha çox idiomlardan istifadə eləyirlər, hansı ki bu çox da belə deyim, dil öyrənənlər üçün tanış olan bir sözlər deyil. Və həmin dil öyrənənlər bu sözləri filmlərdə gördükləri zaman daha axıcı və daha ingilis dilinə uyğun şəkildə danışa bilərlər. Bəs dil öyrənərkən qrammatikanın vacibliyi nə dərəcədə əhəmiyyətlidir? Çünki bəzi tələbələr mən bilirəm deyirlər ki, qrammatikanı biz nə edirik? Biz sadəcə danışıq öyrənirik. Bu nə dərəcədə düzgündür? Aha, əslində bu heç bir düzgün fikir deyil və mən həqiqətən də bunun haqqında danışmaq istəyirəm. Çünki çox tələbənin mənə verdiyi bir sualdır bu. Məsələn, deyirlər ki, biz danışıq yolu ilə qrammatika olmadan yalnızca sözləri öyrənərək cümlələr qurmağa başlayaq və daha sonradan bizə görəcək ki, bizə qrammatika lazım deyil. Əvvəla əslində bunu demək istəyirəm ki, sadə cümlələr qurduğumuz an bu zaman belə, yəni bizə qrammatika vacibdir. Çünki dil elə bir, əsasən ingilis dili elə bir dildir ki, bu zaman
siz çoxlu qrammatik səhvlər eləyə bilərsiniz və qrammatik səhvlər elədiyiniz an cümlənin mənası dəyişə bilər. Cümləni düzgün şəkildə çatdırmaq üçün mütləq şəkildə qrammatika vacibdir. Əsasən də hal-hazırda tələbələr daha çox ingilis dili öyrənirlər və onlar da deyirlər ki, biz qrammatika öyrənmək istəmirik. Amma onlar gələcəkdə imtahan verdikləri halda, məsələn IELTS, Duolingo, TOEFL kimi, hətta məsələn burada belə qəbul imtahanlarında bilirik ki, qrammatika hal-hazırda da istifadə olunur. Qrammatikanı yaxşı bilmədikləri halda bu onların skorlarını aşağı salır və onlar effektiv şəkildə öz ballarını əldə edə bilmirlər. Ona görə də deyərdim ki, qrammatika çox vacibdir ki, düzgün fikri biz qarşımızdakı insana çatdıra bilək. Bəs tələffüz nə dərəcədə vacibdir? Tələffüz hal-hazırda bir çox tələbənin problemidir və onlar sözləri oxuyarkən həmişə bizim dilimizə uyğunlaşdırıb sözləri oxuyurlar və onların pronunciation-ı, tələffüzü çox da aydın olmur və yaxud da ki, təbii olmur. Bunu inkişaf etdirmək üçün bir sıra üsullar var. Birincisi, sözü gördüyümüz an həmin sözün tələffüzünü biz təxmin etməməliyik. Çünki tələbələr bəzən sözün tələffüzünü təxmin etməyə çalışırlar və söz tamamilə səhv tələffüz olunur. Bunu aydınlaşdırmaq üçün Cambridge Dictionary-də sözü axtarmalıdırlar və yaxud da ki, hər hansı bir dictionary-də. Elə olmalıdır ki, onun pronunciation funksiyası olsun. Ona qulaq asıb, daha sonra isə shadowing texnikasını yerinə yetirməlidirlər. Shadowing o deməkdir ki, sözü birə-bir deməyə çalışmaq. Bir növ yamsılamaq kimi belə deyək. Həmin sözü əgər elə dedikləri halda, bu zaman onların pronunciation-ı düzəlir. Və bir də ingilis dilində bəzi səslər var, hansı ki biz onlara diş arası səslər deyirik və tələbələrin ən aktual mövzusudur. Hətta IELTS tələbələrində də bu müşahidə olunur ki, həmin səsi tələffüz eləyə bilmirlər. Və həmin səsi tələffüz eləyə bilmədikləri anda isə avtomatik olaraq onların pronunciation-ı təbii sayılmır. Bu zaman onlar çoxlu evdə practice eləməlidirlər və shadowing texnikasını yerinə yetirməlidirlər ki, onların tələffüzü düzəlsin. Mən düşünürəm ki, Azərbaycan dilinin əlifbası çox geniş bir əlifbadır. Ona görə çox çətin deyil əslində. Sadəcə yetəri qədər praktika etdiyiniz zaman və öz üzərinizdə yetəri qədər çalışdığınız zaman mən düşünürəm ki, bütün səsləri, bizdə olmayan bütün səsləri hər birini tələffüz etmək mümkündür. Dərs zamanı əsasən bir çox kurslarda belədir və yaxud da kurs olmasın, fərdi müəllimlər olsun ki, fərdi dərs keçirlər. Sadəcə kitabda olan mövzulardan əlavə ümumiyyətlə ingilis dilində danışmırlar, Azərbaycan dilində danışırlar. Sizcə bu nə dərəcədə düzgündür? Ümumiyyətlə dərs zamanı full ingilis dilində danışmaq lazımdır, yoxsa Azərbaycan dilinə yer vermək lazımdır? Əslində bu keçirilən ümumi ingilis dilinin qrupundan asılıdır. Məsələn, əgər biz A1 və A2 tələbələrindən danışırıqsa, bu zaman həm ingilis dili, həmçindəki bizim öz dilimiz olmalıdır. Çünki belə deyək, məsələn, ingilis dilində cümlə dediyimiz an biz tələbələrdən tələb etməliyik ki, məsələn, mən nə dedim, mənim dediyimi başa sala bilərsən mənə? Biz bunu tələb etməliyik. Amma levellər daha çox artdıqca, B1, B2 level artdıqca isə Azərbaycan dilinin artıq rolu azalmalı və ingilis dili daha çox istifadə olunmalıdır. Azərbaycan dili yenə də istifadə oluna bilər, bəli. Bu belə deyək kurslarda nə zaman əgər cümlə çox mürəkkəbdirsə və yaxud da ki müəllimin işlətdiyi cümlə çox advanced level sözdürsə, bəli, bu zaman Azərbaycan dili mütləq istifadə olunmalıdır ki, tələbəyə öz fikrimizi çatdıra bilək. Amma belə ümumilikdə mən deyərdim ki, dərs sırf ingilis dilində olmalıdır. Çünki Azərbaycan dilində tələbələr sözdən istifadə etdikləri və yaxud da ki cümlələr qurduqları halda bu zaman onlar ingilis dilini çox da istifadə eləməyə meyilli olmurlar. Yəni bunu biz müşahidə eləyirik. Artıq fikirləşirlər ki, mən dərs Azərbaycanla istifadə edə bilirəmsə, deməli rahata qaçırlar və ancaq Azərbaycanla istifadə edirlər. Amma bu belə olmamalıdır. Dediyim kimi, həm dərsdən əvvəl və yaxud da ki dərsdən sonra dərsin özündə belə həmişə ingilis dilinin praktikası getməlidir ki, onların dilləri inkişaf eləsin. Azərbaycan dili yəni çox az istifadə edilməlidir. Ən çox yayılmış, geniş yayılmış proqramlardan biri var, Duolingo proqramı. Bir çox insan bundan istifadə edir. Bunun əlavə imtahanı da var. Mən istəyirəm sonrasında bu imtahan haqqında da biraz danışaq, çox qısa yer verək. Amma öncəliklə bu proqramın özü haqqında danışmaq istəyirəm. Mən sizin fikrinizi soruşmaq istəyirəm ki, bu proqramdan istifadə edən insanlar nə dərəcədə uğur əldə edə bilər? Yəni onlara kömək edə bilirmi müəyyən qədər? Təkcə bu proqramdan istifadə etmək kifayət deyil. Çünki müəyyən qədər lüğət bazasını inkişaf etdirsə də, yenə də praktikada o qədər də güclü olduğunu düşünmürəm. Duolingo öyrənmənin bir parçası kimi istifadə oluna bilər, amma tam onun belə deyim, təkcə bir yol kimi istifadə edilə bilməz. Çünki Duolingodan təkcə istifadə etdikləri halda bu zaman onların dil öyrənməsi çox uzun gedə bilər və həmçindəki dili o qədər də möhkəm öyrənməyə də bilərlər. Ona görə düşünürəm ki, Duolingo istifadə edilməlidir, amma tək bir vasitə kimi yox. Bununla yanaşı onlar digər sectionlar üzrə, yəni ki, digər bölmələr üzrə əlavə materiallardan da mütləq şəkildə istifadə etməlidirlər.
Bəs Duolingo imtahanı elə əlaqəli olaraq istəyirəm bu imtahandan da çox qısa danışaq. Bu imtahan hansı qapıları açır? Ümumiyyətlə Akademstar tədris mərkəzi bu imtahan haqqında hansı xidmətləri verir? IELTS, TOEFL kimi Duolingo-da ingilis dili səviyyəsini göstərən bir imtahandır. Amma yəni bu universitetin tələbindən asılı olaraq dəyişə bilər. Məsələn, əslində yəni ki, tələbələr bu dil sertifikatlarını xarici təhsil üçün almaq istəyirlər, amma bəzi universitetlər olur ki, yalnız IELTS-i, yalnız TOEFL-u və yaxud da ki, həmçindəki Duolingo-nu da qəbul edə bilərlər. Bəli, Akademstar tədris mərkəzi Duolingo dərslərini tədris edir və imtahan haqqında qısa məlumat verim. Deməli, IELTS və TOEFL-dan fərqli olaraq Duolingo-nun müddəti, yəni imtahan müddəti o qədər də uzun olmur. 1 saat müddətində olur və 4 section üzrə keçirilir. Listening, reading, writing, speaking. Digər sectionlarda, digər imtahan tiplərində IELTS-də məsələn, sectionlar ayrı-ayrı olur. Məsələn, birinci listening verilir, daha sonra reading verilir, sonra writing, daha sonra isə speaking. Amma Duolingo imtahanı elə bir imtahandır ki, burada ayrıca sectionlar yoxdur. Məsələn, bir sual listeningdən verir, sonra bir sual readingdən verir, daha sonra writingdən, speakingdən qarışıq şəkildə verilir. Və bu sertifikat, yəni Duolingo sertifikatının müddəti 2 il ərzində aktiv olur. 2 il ərzində tələbələr bu sertifikatdan istifadə edə bilərlər, sənədlərini göndərərkən təbii ki. Amma deyərdim ki, IELTS və TOEFL-a nisbətən Duolingo imtahanı daha asan imtahandır. Çox sağ olun. İstəyirəm qayıdaq elə əsas mövzumuza. Dil öyrənərkən siz dediniz ki, həyatımıza müəyyən qədər inteqrasiya etməliyik. Bu inteqrasiya etməkdən əlavə sırf dil üzərinə fokuslanmaq, gün ərzində neçə saat vaxtımızı və yaxud da neçə dəqiqə ayırmalıyıq ki, biz nəticə etibarilə yaxşı bir səviyyəyə gəlib çata bilək. Əslində bunu tələbələrə dedikdə tələbələr bunu dərs kimi başa düşür. Amma biz elə çalışırıq ki, həmişə ingilis dilini onlar dərs kimi deyil də bir kommunikasiya vasitəsi kimi görsünlər. O demək deyil ki, məsələn, tələbə əyləşməlidir və 1 saat ərzində harda reading gördüsə onları oxuyub daha sonra onları tərcümə eləməlidir və s. yox. Biz həmişə deyirik ki, sizin maraqlarınıza uyğun olaraq həmin dili öyrənməyə çalışın. Məsələn, hansısa kitabı sevirlərsə, həmin kitabı ingilis dilində oxusunlar. Və yaxud da ki, hər hansısa bir filmi sevirlərsə, bu cizgi film də ola bilər təbii ki, ona ingilis dilində gün ərzində baxsınlar. Və yaxud da ki, lüğət öyrənərkən elə həmin reading və listening-ə əsasən öz lüğətlərini inkişaf etdirsinlər. Speaking-ə gəldikdə isə dostlarıyla danışa bilərlər. Günlük həyatda gün başlarına gələn hadisələr haqqında danışa bilərlər. Günlərinin necə keçdiyi barəsində məlumat verə bilərlər. Writing isə bilirik ki, hal-hazırda tələbələr bir-birləri ilə müəyyən sosial media üzərindən əlaqə qura bilərlər və öz fikirlərini Azərbaycan dilində ifadə etməkdənsə onları ingilis dilində yaza bilərlər. İngilis dilində yazdıqları halda isə özləri artıq öz cümlələrini Azərbaycan dilində ingilis dilində tərcümə edirlər və tərcümə etdikləri halda hər hansısa bir sözü tutaq ki, tərcüməsini bilmirlər. Həmin tərcüməsini bilmədiyi sözü tələbə istər-istəməz gedib onu axtarır və daha sonra onu tələbəyə öz dostuna yazır. Və bu isə onun vokabulyarisini inkişaf etməyə kömək edir. Ümumiyyətlə deyərdim ki, gün ərzində 2 saat ayrılsa, məncə bu kifayət qədər bir vaxtdır ki, tələbələr öz ingilis dilini inkişaf etdirsinlər. Amma dediyim kimi əyləncəli yolla. İngilis dilinə bir dərs kimi deyil də, maraqlı bir kommunikasiya növü kimi baxmalıdırlar. Bəs ingilis dilində qısa müddət ərzində bilirsiniz də danışmaq üçün, kommunikasiya qurmaq üçün kifayət qədər söz ehtiyatı da lazımdır. Hansı strategiyadan istifadə etməlidirlər ki, bu sözləri yadlarında saxlaya bilsinlər? Çünki yaddaş problemi çox qarşılaşılan bir problemdir. Sözlərin yadda saxlanmasının üsulları var. Birincisi, sözləri öyrənərkən topic vocabulary əsasında öyrənsinlər. Bu nə deməkdir? Bir mövzu üzrə olan sözləri öyrənsələr, həmin sözləri daha yaxşı yadda saxlaya bilərlər. Və daha sonra isə bildirdiyimiz kimi sözləri translation-la, tərcüməsi ilə deyil də daha çox onların definition ilə öyrənsələr yaxşı olar. Yəni onların izahları ilə öyrənsələr daha yaxşı olar. Həmçindəki sözləri öyrənərkən mütləq şəkildə tələbələr sözləri cümlələrdə işlətməlidirlər. Bu istər mürəkkəb cümlə ola bilər, istərsə də sadə cümlə ola bilər, fərqi yoxdur. Əsas odur ki, tələbə o sözü dilində inkişaf etdirsin, yəni onu istifadə edə bilsin. Tələbə sözü istifadə eləməsə, onu tez bir müddətdə unudacaq. Həmçindəki belə bir şey var, spaced repetition. Bu nə deməkdir? Məsələn, bir sözü belə deyək, bir qrup sözü topic vocabulary-ni məsələn tələbə öyrənəndən sonra, məsələn növbəti gün və yaxud da ki bir neçə saat sonra həmin lüğətə yenidən baxmalıdır. Və baxdıqdan sonra 2 gün keçir və 2 gündən sonra artıq həmin lüğətə yenidən baxır. Və intervallar belə-belə artmağa başlayır. 2 gün, 3 gün, 4 gün
Və bir müddət sonra tələbə artıq həmin sözü uzun müddətli xatırlamağa başlayır və istifadə elədikcə də artıq onun öz aktiv bazasına keçir. Yəni bu üsullarla tələbələr lüğətlərini inkişaf etdirə bilərlər. Amma qəti şəkildə sözləri tərcümələrini öyrənmək olmaz. Ola bilər nə zaman ingilis dilini yeni-yeni öyrənərkən. Amma müəyyən qədər artıq bir səviyyəsini tələbə artırmaq istəyirsə, bu zaman artıq başqa yollardan istifadə etməli ki, daha çox sözü yaddaşda saxlaya bilsin. Daha çox sözü yaddaşda saxlamaq üçün də bu metodlar mən fikirləşirəm ki, ən yaxşısıdır. Bəs hansı texnoloji vasitələrdən istifadə edə bilərlər? Bayaq bir proqramdan danışdıq, Duolingo-dan. Ona paralel olaraq veb sayt ola bilər, tövsiyə edə biləcəyiniz kitab ola bilər, yenə bir application ola bilər. Hansı vasitələrdən istifadə edə bilərlər? British Council-ın vasitələrindən istifadə edə bilərlər, resurslarından istifadə edə bilərlər. YouTube-da məsələn BBC Learning English var. Ondan istifadə edə bilərlər ki, həm lüğətlərini, həmçindəki listeninglərini inkişaf etdirsinlər. Daha sonra lüğət Cambridge Dictionary mütləq şəkildə ondan istifadə etmək lazımdır. Hətta mən heç vaxt tələbələrə icazə vermirəm ki, sözün mənasını Google Translate-dən tapsınlar. Çünki çox vaxt Google Translate-də, çox vaxt deməyim də bəzən o sözün tərcüməsini səhv verir və sözün tərcüməsinin səhv verilməsi tələbənin yanlış kontekstdə yanlış sözü istifadə etməsinə gətirib çıxarır. Ona görə də tələbələr həmişə bu lüğətdən istifadə edərək sözün mənasını aydınlaşdırmalıdırlar və daha sonra onu istifadə etməlidirlər. Və geri qalanda isə məsələn kitab artıq o tələbənin öz belə deyim marağına uyğundur. Tələbə əgər fantastik kitabları sevirsə, fantastik kitab oxumalıdır. Və yaxud da ki dram xoşlayırsa, dram oxumalıdır. Belə. Dil öyrənərkən tələffüz fərqlidir deyə çox insan qorxur səhvlərini başqalarının görməyindən. Ona görə əsasən fərdi müəllimlərlə işləməyi seçirlər, qrupla işləməyi seçmirlər. Siz bu tələbələrə nə tövsiyə edərsiniz? Həmişə tələbələr dərsə gələrkən onlara dediyim ilk şey istədikləri qədər səhv eləməkləridir. Çünki onlar istədikləri qədər səhv eləyəndə o qədər də irəliləyiş olur. Ümumiyyətcə səhv olunmayan bir mühitdə heç zaman irəliləyiş ola bilməz. Həmişə səhv olmalıdır ki, tələbələr səhvlərindən öyrənsinlər. Bəli, elə tələbələr var ki, məsələn deyirlər ki, biz conversation clublarda iştirak edə bilmərik, çünki mən istəmirəm ki, başqa tələbələrin yanında utanım və sonra özümü yaxşı hiss eləməyim və s. Bu zaman mütləq şəkildə biz nə edirik? Deməli, tələbələri qruplar şəklində bölürük və onlara müəyyən tapşırıqlar veririk. Müəyyən tapşırıqlar verdiyimiz halda isə tələbələr bir-birlərlə işləyirlər və istərsəməz o aradan utancaqlıq qalxır və daha sonra isə fikirlərini daha yaxşı ifadə etməyə başlayırlar. Və əsasən də tələbələrə məsləhətim bu ola bilər ki, conversation clublarda mütləq şəkildə iştirak etsinlər. Çünki conversation clubların öz topiki olur, öz mövzusu olur və həmin mövzular tələbələrin maraqlarına əsasən seçilir. Və tələbə nə qədər öz marağına uyğun bir mövzu haqqında danışsa, bir o qədər də özünü rahat hiss eləyə bilər və həmçində ki, özünü daha yaxşı ifadə eləyə bilər. Dil öyrənərkən, bu ingilis dili olmaya da bilər, ümumi şəkildə biz buna cavab verə bilərik. Həmin ölkənin mədəniyyətləri ilə tanış olmaq dil öyrənmə prosesini necə zənginləşdirir? Ümumiyyətcə bir dil öyrənərkən həmin ölkənin mədəniyyətini öyrənmək çox maraqlıdır. Çünki ingilis dildə dediyim kimi elə bir dildir ki, burada ifadələr çoxdur və həm hər ifadənin öz belə deyim tarixi var. Hər birinin öz hekayəsi var. Və həmin hekayəni öyrəndikcə siz həmin idiomları və yaxud da ki, ifadələri daha yaxşı yadda saxlayırsınız. Və bir növ bu sizə motivasiya verir ki, daha çox şey öyrənəsiniz. Bu həmçindəki tələbələrin dünya görüşünün inkişafına da böyük təsir göstərir ki, onlar yeni-yeni mədəniyyətlərlə tanış olduqları halda bu zaman həmin dili daha yaxşı qavraya bilir, həmçindəki onun istifadəsini daha yaxşı seçə bilirlər. Mən istəyirəm son olaraq Akademstar Tədris Mərkəzinin bugünkü mövzumuzla əlaqəli insanlara verdiyi xidmətlər haqqında çox qısa məlumat verək. Akademstar ümumi ingilis dili üzrə TOEFL, Duolingo, IELTS dərsləri üzrə, həmçindəki GRE, GMAT, Conversation Club və Speaking üzrə öz dərslərini tədris edir. Və biz dərslərimizdə hər sectionın vacibliyini nəzərə alaraq bütün sectionlar üzrə tələbələrlə practice edirik. İstər listening olsun, reading, writing, speaking. Həmçindəki bunlarla yanaşı qrammatika və lüğətə də böyük bir önəm veririk. IELTS dərslərində isə tələbələrin qısa müddət ərzində daha yaxşı nəticələr alması üçün proqram hazırlamışıq. Təkcə həm IELTS üçün yox, həmçində bu ümumi ingilis dili üzrə, Duolingo üzrə, TOEFL üzrə, IELTS üzrə və GRE, GMAT üzrə də hamısı mövcuddur hal-hazırda.
və həmin materiallardan istifadə edərək tələbələrə dərsimizi keçirik. Bu zaman isə tələbələrin skorlarının çox yaxşı olduğunu müşahidə edirik. Çox təşəkkür edirəm. Beləliklə biz bugünkü mövzumuzu burada yekunlaşdırırıq. Dil öyrənmə prosesi çox uzun bir proses ola bilər, amma biz düşünürük ki, düzgün yanaşma və düzgün motivasiya ilə hər şey mümkündür. Mən sizə yenidən təşəkkür etmək istəyirəm. Vaxtınızı ayırdığınız üçün, gəldiyiniz üçün, bu dəyərli tövsiyələri bizimlə bölüşdüyünüz üçün. Mən təşəkkür edirəm. Biz sizə öyrənmə yolunda bol-bol uğurlar arzu edirik. Gəlin bölümlərimizdə yenidən görüşənədək. Sağ olun.